Sadə cümlənin şəxsə görə növlərindən şagirdlərin ən çox qarışdırdığı qeyri-müəyyən şəxsi cümlə və bir də ümumi şəxsi cümlədir. Ki, bu cümlələrin hər ikisinin xəbəri üçüncü şəxsin cəmində ola bilir, hər ikisində mübtədanı onlar şəklində bərpa edə bilir. Və qeyri-müəyyən şəxsi cümlədə çox zaman onlar qeyri-müəyyən olduğu üçün kimsə sözündən istifadə edirik. Və ümumi şəxsi cümlənin də xəbəri üçüncü şəxsin cəmində olduğu üçün buna da biz rahat şəkildə kimsə əvəzliyini artıra bilirik. Ancaq kimsə əvəzliyini artırsaq belə, orada qeyri-müəyyən şəxslərdən söhbət getmir. Yəni, ümumi şəxsi cümlədə diqqət yetirirsiniz, fikir hər kəsə aiddirmi, yoxsa sırf 3 nəfər, 5 nəfərə mi aiddir? Əgər hər kəs tərəfindən icra olunmalıdırsa, bəli, bunu götürərik ümumi şəxsi cümlə. Yox, əgər sırf bir neçə şəxsdən söhbət gedirsə, bu zaman qeyri-müəyyən şəxsi cümlə götürərik. Məsələn, tutaq ki, deyirəm, qapını döydülər. Qapını döydülər deyəndə bütün insanların hamısı gəlib qapını döyəsi deyil. Demək ki, burada qapını döydülər. Kim? Onlar, yəni kimsə. Burada qeyri-müəyyən şəxslərdən söhbət gedir. Bəli, bunu götürərik qeyri-müəyyən şəxsi cümlə. Amma bir də deyirəm ki, məsələn, şəhərdə gəzdikcə şəhərin gözəlliyinə valeh olurlar. İndi şəhərin gözəlliyinə valeh olurlar. Kim? Biz deyirik ki, onlar. Və yaxud da kimsə. İndi sadəcə 3-5 nəfərmi şəhərdə gəzirsə şəhərin gözəlliyinə valeh olacaq? Təbii ki, xeyr. Ümumiləşmiş baxımdan baxmaq lazımdır ki, yəni istər-istəməz şəhərdə gəzən hər kəs şəhərin gözəlliyinə də valeh olacaq. Deməli, bu zaman götürürük ümumi şəxsi cümlə. Sırf 3 nəfər, 5 nəfərdən söhbət gedirsə, bəli, bu zaman götürərik qeyri-müəyyən şəxsi cümlə. Və bir də ümumi şəxsi cümlədə bir məqamı qeyd edeyim ki, atalar sözü məsələlərinin hamısını ümumi şəxsi cümlə götürmək böyük bir yanlışdır. Nə zaman mütləq və mütləq ümumi şəxsi cümlə götürərsiniz? Siz cümləni sintaktik təhlil elədiniz. Xəbər təbii ki, ikinci şəxsin təkində olmalıdır və üçüncü şəxsin cəmində olmalıdır. Bundan sonra əgər sizin mübtədanız yoxdursa, bəli, o cümləni mütləq ümumi şəxsi cümlə götürərsiniz. Amma qeyd etdiyim kimi diqqət yetirsiniz. Xəbəri ikinci şəxsin təkində, yəni mübtədası sən deyə biləcəyiniz bir cümlə, həmçinin üçüncü şəxsin cəmində, yəni mübtədası onlar deyəcəyiniz bir cümlə olsun. Amma təbii ki, bilirik ki, burada sən deyəndə də sadəcə bir şəxsdən söhbət getmir. Məsələn, tutaq ki, 100 ölç, 1 bit. Kim? Sən. Mübtədanı sən şəklində deyə bilirik, çünki xəbər ikinci şəxsin təkindədir. Ancaq ki, yalnız səndən söhbət getmir. Ümumilikdə hər kəs 100 ölçü 1 bitməlidir. Ona görə artıq ümumi şəxsi cümlə götürərik.